Biz uşaqlarla bura gəlib hər gün oynayırıq. Dərsdən çıxanda uşaqlarla bura gəlib mənzərəni seyr eləyirik və yay tətili olanda valideynimizlə birlikdə gəlib burada çimirik, istirahət edirik. Buranın mənzərəsi çox qəşəngdir. Kürlə Arazın qovuşduğu Suqovuşan təbii gözəlliyi ilə göz oxşayır. Vaxtilə tarixi ipək yollarından biri məhz bu ərazidən keçib. Əsrlərə sinə gərən Suqovuşan həm də bir çox hadisələrə şahidlik edib. Belə ki, hələ Şah İsmail Xətai hakimiyyətə gəlməmişdən əvvəl Şamaxıya, Şirvanşahlar dövlətinə hücum edərkən bu ərazidən keçib. Eyni zamanda Ağa Məhəmməd Şah Qacar bu ərazilərdə olub. Əvvəlcə dediyim kimi Nadir Şah da burada şahlıq titulunu qəbul edib. Və bu tarixi şəxsiyyətlərin bu ərazilərdə olması bu Suqovuşan ərazisinin əhəmiyyətini bir daha artırmış olur. Çayların sağ və sol sahilində boyatan yulğun, söyüd və qovaq ağacları mənzərəyə daha da gözəllik qatır. Suqovuşan təkcə suyun qovuşduğu yer deyil, insanların da arzularının qovuşduğu məkandır. Deyilənlərə görə bir vaxtlar bura gələnlər məhz suların birləşdiyi bu yerdə niyyət edərmiş və bu axar sular kimi insanların arzuları da bir yerdə birləşib həyata yol alarmış. Qədim adət-ənənələrimizə uyğun olaraq Novruz bayramında səhəri saat 5 radələrində gəlirlər, buradan qız gəlinlər su aparırlar, həyətlərinə çəpib, evlərinə səpib, təmizlik işləri görürlər və niyyət eləyirlər ki, yeni ildə də gəlirlər, buradan su aparıb evlərinə istifadə edərlər. Sakinlər deyirlər ki, Suqovuşan ərazisində park bulvar salınsa, pansionat, sağlamlıq mərkəzi tikilsə, gəzinti üçün kiçik həcmli gəmilər təşkil olunsa, cəlbedici bir turizm məkanına çevrilə bilər. Burada vaxtı ilə bu çayda, Kürdən üzü yuxarı gəmilər yük daşıyıb, nəqliyyat vasitəsi də olub. Buradan bu tayın insanları o tayın insanları bu taya ancaq qayıqlar vasitəsilə keçib gəlirdilər. Bu durduğumuz yerdə vaxtilə balıqçılığı da olub, quşların məskunlaşdığı yer də olub. İndi bizim burada turizm üçün potensial bir şərait var. Amma bunu inkişaf elətdirmək lazımdır. Mütəxəssislər də sakinlərlə eyni fikirdədirlər. Onlar da hesab edirlər ki, lazımi infrastruktur və mühafizə tədbirləri həyata keçirilsə, burada təkcə təbiətin gözəlliyini seyr etmək deyil, həm də ekoturizmin inkişafı üçün böyük imkanlar yaranacaq. Təyyar Nəsirli, Samir Qubadov, Aysən Ələkbərova, İTV Xəbər, Sabirabad.